Salam, hörmətli izləyicilər, xoş gördük hər birinizi. Bu gün mən sizə atom fizikası mövzusundan izah edəcəm və birinci sualımızdan başlayırıq. Bir cisim maqnit sahəsinə yerləşdirilmiş Wilson kamerasına alfa hissəcik daxil olur və M çevrə göstərə üzrə hərəkət edir. Həmin sürətlə bu sahəyə daxil olan proton hansı trayektoriya üzrə hərəkət etmiş olacaqdır? Öncə mən buradan M qövsümə baxıram və M qövsümdən əlavə mənə alfa hissəcik və bir də proton veribdir. Öncə də bu hissəmizə fokuslanaq, fikir verək. Wilson kamerası nədir? Wilson kamerası yüklü zərərçiləri qeyd edir. Əgərlərim yüklü zərərçidən danışılırsa, bilməliyəm ki, burada Lorentz qüvvəmiz meydana gələcəkdir. Lorentz qüvvə nədir? Lorentz qüvvəmiz sol əl qaydasına görə müəyyən olunur. Sol əl qaydası bəs necə idi? Gördüyümüz kimi bura bircin sahədir. Bircin sahə nədir? Yəni B induksiya vektorlarımız eyni olaraq hamısı nöqtədir. Yəni B bizdə konstantdır bu öz yerində. Daha sonra deyir həmin sürətimiz də bizim sabitdir. Yəni bu nə deməkdir? Həm mənə verdiyi alfa hissəcim helium 2, 4-ün sürəti həm də ki, proton nədən ibarətdir? Proton da 1, 1-dən ibarətdir. Protonu indi ki, H da yazar, gəh birdən fərqi yoxdur. Eyni mənanı vermiş olacaqdır. Bir proton belə də yazıla bilər. Aha. İndi isə gəlin biz neyiniyik? Öncə biz bunu Lorentz qüvvəsinə görə müəyyən edək. Sahəmiz nöqtədir. Və belə nöqtə olduqda bilirik ki, ovucumuzun içi həmişə şəklə doğru gedir, şəklin içinə yerləşir və sol əlimiz təbii ki, götürüləcəkdir. Çünki Lorentz qüvvədə sol əlinə təyin olunacaqdır. 4 barmaq bilirəm, sürətin istiqamətini bilir. Və buradan da mən görürəm ki, sürətin istiqamətini belə verir. Və yüklü zərərcikdir. Nəyə əsasən bu yüklü zərərcikdir və nəyə əsasən bu müsbət yüklü zərərcikdir. Bax, buradakı sarı hissələrə fikir verin. Heliumun yükü 2-dir, protonun yükü isə 1-dən ibarətdir. Amma müsbətdir görürük. Deməli, bu müsbət yüklü zərərcikdir. İndi bilirik ki, 4 barmaq sürətin istiqamətini bildirir. Baş barmaq isə Lorentz qüvvənin istiqamətini bildirəcəkdir. İndi mən 4 barmaqla belə daxil oluram. Bax, bu cür 4 barmağımı şəklə çəkirəm. Ovucumun içi şəklə girir. Baş barmağım görürəm hara doğru yönəlir. Baş barmağım belə mərkəzə doğru yönəlir. Yəni, bu qüvvədə onsa qüvvə həmişə mərkəzə doğru yönəlir. Digər yandan da sürət də gördüyün kimi çevrə toxunan şəkildə. Bax, bu M qövsümdür mənim. Bu cür şəkildə yönəlibdir. Oradan özümüz yerdə qalan çevrəni tamamlamış oluruq. İndi ya mənim gördüyüm kimi qüvvəm bax belə sağa doğru yönəlib. Deməli, indi ya mən buradan M qövsünə ya 4 olan tərəfimizi götürmüş olacağım. Ya da ki, bu 4-dən kiçik olan hansı idi? 5-i götürmüş olacağım. Ya da mən buradan 5-imizi götürmüş olacağım. İndi baxıram, ya 4 ya 5 olacaq cavabım. Digərlərini isə silirəm aradan geçsin. Bunu bəs yaxşı nə cür təyin etmiş olacaq? Üçün gəlin belə bilirik. Yüklü zərərçidən söhbət gedirsə, yüklü zərərçinin radius düsturunu yazıram. Radius bərabər idi mv bölünsün kübedir. Qeyd etdikləri kimi həmin sürətlə dediyinə görə, yəni bizim sürətlərimiz eynidir. Sürət eynidirsə buna baxmayın. Bir cins maqnit sahəsi deyirsə, B induksiya vektordur eyni deməkdir. Yalnız fərqli kimdir? Kütlə və yüktür. Qeyd etdiyimiz kimi buradakı bizim alfa zərərcimiz nə idi? Qoy bir dənə onu yenə də sarıqalı şəkildə yazaq. Alfa zərərciyim helium 2, 4-dən ibarətdir. Aha. Və burada yükümüz 2, kütləmiz də 4-dür. İndi gətirin buradan yerləşdirin bunları. Yükün yerinə 2 yazıram buradan. Yükün yerinə 2-ni qoyuram. Kütləmizin də yerinə 4 qoyduq. 4 qoyduq. Aha. Bunu da 4-ü də 2-yə böldükdə, yəni V ilə B sabitdir. Ona fikir vermişsiniz. Demək, bizim buradakı alfa zərərcimiz, yəni helium 2, 4-ün radiusu 2 oldu. Və protona baxıram. Proton üçün də proton dedik nədən ibarətdir? Proton da 1, 1-dir. İndi gördüyümüz kimi protonun yükü 1, kütləsi də 1-dir. İndi R bərabər necə idi? MV bölünsün QB idi. M1 yük də 1. 1-i də 1-ə böləndə bu da gəldi elədi 1. VB-ni də yazmağa ehtiyac yoxdur. Çünki onlar sabit bir fizik kəmiyyətir və burada nə görürəm mən? Alfa zərərci, yəni heliumun radiusu protonun radiusundan böyükdür. Daha sonra isə proton deyir trayektoriyası üzrə hansıdır? Belə çıxır ki, onda 5 olan protondur, radiusu balacadır da. 4 olanda alfa hissəcikdir. Yəni helium 2, 4-də alfa helium 2-dir. Mənim proton dediyinə görə balaca olan radiusu götürün və olur bu C variantı. Digər ikinci sualımıza baxaq. Öncə gəlin bu hissədə təmizlik yapaq. Demək, bu sualımızda isə radioaktiv elementin yarım parçalama periodu 5 ildir. Neçə ildən sonra elementin aktivliyi 4 dəfə azalacaqdır. Ümumiyyətlə, yarım parçalama periodu gördünsə, bu bir-iki T hərflə yazır. Bunun müddətini veribdir bizə 5 ildir.
Aha. Amma müddət desə o zaman idi. Amma yarım parçalanma periodu yeki T hərflə yazır. Və bir neçə ildən sonra elementin aktivliyi 4 dəfə azalacaq. Aktivlik A hərflə yazır. Elementin aktivliyi 4 dəfə azalar. Bu deməkdir. Dəfə azalanda bölürəm. Yəni A bərabərdir. A0 bölünsün 4 olacaqdır. Və indi öncə bir də şərt oxuyaq. Yarım parçalama periodu. Burada ümumiyyətlə heç bir çevrilmə baş vermədiyindən ona görə yəni çevrilməmiş nüvələrin sayı aktivliyi düsturu bunun. Onda düstur belə olacaq. A bərabərdir. A0 vurulsun 2-nin üzərinə mənfi kiçik D bölünsün böyük D'dir. Və buradan da A-nın qiyməti nə verir bizə? A0 bölünsün 4 verir. Və A-nın yerinə bax bu ifadəni yerləşdirəcəm o zaman. A0 bölünsün 4 bərabərdir. A0 vurulsun 2-nin üzərinə mənfi kiçik D. Bəs periodu nə qədər verdi bizə? T-dir. Bax 5 il verdi. Onda bunun da yerinə 5 ili yerləşdirəcəm. A0'lar buradan ixtisar olundu. Belə bir ifadə əmələ gəlmiş oldu. 1 bölünsün 4 bərabərdir bu ifadə. Sonra 1 bölünsün 4'ü sadələşdirə bilərəm. Belə yazıla bilər. Yəni 1 bölünsün 2'nin kvadratı. Burada da daha da biraz sadələşdirim. 2'nin kvadratını belə yuxarı qaldıram. Yazım ki 2'nin üzərində mənfi 2. Aha. İndi buradan 2'lər atılacaqdır. Və sonda belə bir ifadə əmələ gəlmiş olacaq. Bu, buna bərabər olacaq. Mənfilər də atacaq. Son ifadə nədir? 2 bərabərdir zaman bölünsün 5 ildir. Oradan da mən zamanı tapanda 2 5 ilə vurulacaqdır və T də buna bərabər olacaqdır. Zaman da bərabər oldu və 2 vursun 5 bu da elədi 10 il və sualın cavabı 2-də D variantına gedəcəkdir. Üçüncü sualımız bu hissələrimiz bizdir. Çevrilmemiş radyoaktif nüvələrin sayının zamanla asılı qrafiki verilmiştir. Elementin yarım parçalama periyodunu hesapla. Yarım parçalama, yarım çevrilme periyodu T'dir. Gördüğümüz kimi burada çevrilmemiştir. Çevrilmemiştirsə düsturu mənim bundan ibarətdir. N bərabərdir. N sıfır vurulsun 2'nin üzerine mənfi kiçik T bölünsün böyük T olacaqdır. Aha. İlk önce gelen hisse məlum n0'dır. Daha sonra müəyyən zaman aralıqlarında isə bu bizim n'imiz olacaqdır. İndi buna uyğun olaraq n'in də yerinə gətirəm. Bax, bu ifadəni yerləşdirirəm. Yəni yazıram. N'imizin qiyməti nədir? 1,8 n0'dır. Bax, bu n'in yerinə yazıram ki, 8'e 1 n0'da, yəni n0 bölünsün 8 deməkdir, bərabərdir. Düstura görə burada bir n0 var, bərabər 2. Buna uyğun zaman nə qədər verib bizə? 12 saat veribdir. Yəni T-nin yerinə, balaca T-imizin yerinə 12 saatı yerləşdirək. 12 saat. Ancaq periyod axtarışıdır, onu bilmirəm. Deməli, yenə buradan n0 ilə n0 ixtisar olunur. Qalır bu da belə. 1 bölünsün 8 bərabərdir bu ifadə. Yenə bunu sadələşdirirəm. Buradan 8'i mən 2'nin kubu şəklində yaza bilərəm. Və biraz da sadələşdirsək 2'nin kubunu yazdım. Ancaq ki bunu yuxarı qaldırmaq lazımdır ki, oradan 2'lər ixtisar getsin. Ona görə 2'nin üzərində mənfi 3 olur və 2'lər də ixtisar olunur. Son ifadəm bu şəkildə qaldı. Mənfi 3 bərabərdir. Mənfi 12 saat bölünsün bir yarım çevrilmə periyodudur. Mənfilər də atılır buradan. Qalır son ifadə bu şəkildə. Buradan da T-ni tapanda T də bərabər olacaqdır. 12 saat bölünsün 3. O da elədi 4 saat. Və cavab oldu ki də D variantı. Dördüncü suala baxaq. Öncə bu sualımızı yenə silərik. Aha, bu sualımızda isə bu izotopun 2 və 1 beta çevrilməsindən sonra alınan elementin nüvəsinin yük və kütlə ədədlərini müəyyən edək. Aha, bu nə elementdir sözünü açıb unuttum. Bunu səsləndirmə ifadə edə bilməyəcəm. Yəni, bax, bu K verilən element nədirsə 91, 231 izotopunun 2 alfa. Buradan yazıram 2. Alfa bilirəm helium 2 4'dən ibarətdir və üzərinə gəlsin 1 beta. 1 beta üstü mənfidir. Beta'nın çevrilməsinin açılışı bu nədir? Mənfi 1 sıfırdan ibarət, yəni elektrondur. Beta'nın müsbəti pozitrondur. Onda o belə yazılır. Müsbət 1 0. Amma beta'nın mənfisi isə elektron olacaqdır. Mənfi 1 0. Aha. Yaxşı, bu belə. İndi başlayaq biz buradan nəyi soruşdur? Z və A-nı soruşursa, aha, burada yük və kütlə ədədi qorunmalı. Nə deməkdir bu? Bax, bu sarı hissələrə fikir verirsənsə, bunun aşağıları bir cəmləyəsən, yuxarılarını bir cəmləyəcəksən. Aşağı olan hissələrimiz bizim Z-lərimizdir, yəni yük ədədlərimizdir Z-lər. İndi yazıram buradan 91 bərabərdir. Bu bərabərlik nəyə əsasən yazın? Buradan çevirmə gedir və buna bərabərlik ona əsasən qoyur sonra. Gördüğümüz kimi bunun burada 2'nin birine bir önde ikisi var. Emsal var. Yani o 2 bu 2'ye vurulacaktı. Bak bu 2 buna vuruldu. Bu oldu 4. Üzerine gelsin. Bu biri de vurdu mənfi 1'e. O da elədi
-1. Deməli, müsbət artıq gedərək qaldı burada -1 şəklində. Bir dənə də hansı bir element əmələ gəlibdir. Buna da bir x qoyaq da naməlum bir element. Mən onu bilmirəm o nədir. Bunun da yükünə z deyim, kütləsinə də a deyirəm. Aha, gəldim, bunun da üzərinə bir z oldu. O zaman bu da z axtarışdadır deyilir. Demək, 4-dən 1-in çıxdıq. Bu elədi 3. Burada 91 idi. 91 bərabər oldu 3. Üzərinə gəlsin z. Z-imiz isə bərabər oldu 88. Z-i tapdıq 88. İndi 88 olan cavab elə bir dənə burada C variantıdır. İndi yenə də A-nı da baxaq görək necə şəkildə tapacaq. Yaxşı, bunları buradan silək getsin. Deməli, indi isə A-ya baxıram. 231, 4, 0 və A. Deməli, nə edirik? Gəlin buraları silək, biraz, aha, belə olsun. Demək belə. İndi yuxarı hissələrə baxıram. Bu 231, yəni A-dır. Bunun kütlə ədədidir. Yazıram burada. 231 bərabərdir. Yəni çevrilmədir deyə bərabərlik qoydum. Yenə bu 4-dürsə bunun öndəki 2 əmsalına vurulacaq. 4-ü vuracam 2-yə, bu elədir 8. Üzərinə gəlsin 1-i 0-a vuranda bu elədir 0. Bu da A-dır. Və üzərinə gəlsin 1. Oradan da A, yəni kütlə ədədini tapanda 231-dən 8 çıxanda bu deyiləcəkdir 223, yəni sualımızın cavabı 4-də C variantına gedəcəkdir. 5-ci sual. Hidrogen atomunun enerji səviyyələri diaqramı təsvir edir. Hansı keçiddə görünən şüalanmaya uyğundur? Görünən deyirsə, ilk öncə ancaq biz 2-yə baxacaq, başqa heç ara. Amma şüalanma deyirsə, bizim xətlərimiz üzü aşağıya doğru gedəcək. Şüalanmaların xətləri üzü aşağıyadır. Yəni, indi eləyək ki, 2-dən qırağa keçən olmasın. Yəni, bax, 2-dən bu tərəfə keçməsin. Birinci bir dənə belədir, digəri hansı şəkildədir? 2 belədir, 3 belədir, 4 də belədir. Onda biz hansını götürürük? Ancaq ikinci səviyyəni keçməyən, görünən şüalar ikinci səviyyəni keçməyənlərdir. Şüalar da üzü aşağıya doğru gəlir. Bu da ancaq 1-ə uyğun gəlmiş olacaqdır. Yəni 5A variantına getdim. 6-cı sual. Radioaktiv parçalanmanın nüvələrinin nisbi sayının zamandan asılığı verilmişdir. Hansı nüvələrin yarımçevirmə periodu ən kiçik olacaqdır? Bizə periodun kiçik olmağını soruşur. Bilirdik ki, bunun ən sadə bax, 1, 2, 3, 4, 5 bu nöqtələrin hamısında bizim delta N'in N0 nisbəti eynidir. Yəni konstantdır. Onda mən ancaq buna zamana görə baxacağam. Digər yandan da çevrədə yadınızdadır, bilirdik. Period nə idi? Zaman bölünsün N-ə idi. İndi istəyirsənsə, əgərlərim sənin periodun burada kiçik olsun, demək zamanın da kiçik olacaqdır. Baxıram, bax, 5 nöqtəmdə zamanım buradadır. Görsən, sıfırdan gör nə qədər uzaqdadır zaman, o daha böyükdür. Daha sonra 4 nöqtəsində zamanım burada, 3-də belə, 2-də belə və 1-də belə. İndi mənə dedi ki, periodun kiçik olsun, yarımçevirmə periodun, onda zamanım da kiçik olacaq. Zamanım da kiçiyim, sıfıra ən yaxın olanıdır. Onda buradan biz T1-i götürərək, yəni Y variant gedəcək. Ancaq ən böyük desəydi, ən sıfırdan uzaq olan ən böyük məsafəni götürəcəkdir. Yəni, onda T5 olardı. Beləliklə, 6-cı sual Y variantına gedəcəkdir. İndi 7-ci suala baxaq. 7-ci sualımızda bu izotopun, mis izotopunun beta çevrilməsi zamanı alınan elementin nüvəsində olan neytronların sayını tapın. Yəni, N neytronların sayı sualdır. Yaxşı, yazıram buradan mis 29, 64-dür. Bunun, yəni, ox quyruqçu çevirmə prosesi baş verir. Beta mənfidir. Beta mənfi çevrilməsi elektron mənfi bir sıfırdan ibarətdir. Hansı bir element alınacaq naməlum? Ona x deyirəm. Onun yalnız bizdən z-ini soruşur. Onda belə olanda onun yalnız bizdən, daha doğrusu neytronu soruşur. Onda belə olduqda mən onun z-ini, yəni yük ədədini, sonra kütlə ədədini, yəni nukleonu tapmalıyam ki, neytronu tapanda neytron bərabər idi. A çıxılsın z-dən ibarətdir. Ona əsasən bunları təyin etməliyəm. Kütlə ədəd çıxılsın z. İndi yaxşı, gəlin başlayaq. Yenə dediyimiz kimi kütlə və yük ədədi qorunmalıdır. İndi öncə yük ədədinə baxıram. Bax, bu yüklər bunlardır. Və buradan da bir reaksiya gelibdir. Onda 29 oxa bir bərabərlik qoyuruq elektron. Bax, bunun yükü burada mənfi 1, üzərinə gəlsin z-dir. Və z-i tapanda 29 çıxılır mənfi 1, o da toplanaraq z-imiz oldu 30. Z-in yerinə buradan 30 yazıram. Bu hazırdır artıq. İndi isə kütlə ədədinə baxıram. Kütlə ədədlərimiz də bax, yuxarıda olanlardır. Yəni, 64 ox getdiyinə görə bərabərdir. 0 üzərinə gəl A da, bunu da yazmağa ehtiyac yoxdur. Yəni, A kütlə ədədimiz bizim oldu 64. Bu A-nın da yerinə gəldik 64 qoyduq. İndi artıq hər şey hazır. A-mız 64, Z-imiz 30-dur. Neytronu tapmağa nə var? 64-dən 30-un çıxanda bu da gəldi elədi 34. Yəni, sualımızın cavabı 7-də A variantına gedəcəkdir. 8-ci sual.
Verilmiş radioaktiv maddənin yarımçevrilmə periyodunun maddənin başlanğıc kütləsindən asılı qrafiki hansı olmuş olacaqdır? Bu asılı olmayacaqdır uşaqlar, yəni asılı deyil. Sonra 9-cu sual. Hansı qrafik radioaktiv maddələrin parçalan nüvələrin sayının zamanın asılılığına uyğun olacaqdır? Gəlin öncə biz parçalanan deyirsə düsturumuz bilmək nədir? Parçalanan deyirsə düstur delta n bərabərdir n 0. 1 minus 2-nin üzərinə mənfi kiçik t bölünsün böyük t'dir. Parçalanan dedikdə bax delta n'in zamanla nə cür asılıdır? Bu gördüyümüz kimi zamanla əslində tərs asıdır. Amma bir şey var ki, bunun önündə bir mənfisi var. Mənfi olduğu üçün o ondan sanki belə yavaşlayan şəkildə kökaltı şəklində asılı kimi gəlib çıxmış olacaqdır. Yəni onda bunun uyğun qrafikimiz Y variantına gəlib çıxmış olacaqdır. Amma buradakı B variantının qrafiki bu bizim hansı düstura uyğundur? N bərabərdir, yəni parçalanmamış, çevrilməmiş nüvələrin sayının düsturu var idi. N bərabər N0, 2 üzərinə mənfi kiçikdir, bölünsün böyükdür. Gördüğümüz gibi en burada zamanla sanki düz asılıdır ama bunun önündə mənfi vardı. Bu məxrəcə düşəcək, amma tərs asılı kimi gedəcəkdir. Yəni bir parçalanmış, parçalanmamış desəydi, çevrilməmiş desəydi bu düstura uyğun B variantını götürərdik. Amma parçalanan dediyi üçün buna görə mən buradan C variantını götürəcəm. 10-cu sual. Aha. Bu sualda deyir ki, istilik nüvə reaksiyona məlum izotopu müəyyən elektrik bu nədən ibarət olacaqdır? Yaxşı, indi gəlin belə eləyək. Bu bizim protonumuzdur. Proton bilirik ki, bir birdən ibarətdir. Üzərinə gəlsin naməlum hər hansı bir element axtarışdadır. Bura Z qoyuram, burada A qoyuram. Boş qədəm Z axtarışdadır. Sonra 2 alfa. Alfa da helium 2, 4-dən ibarətdir. Və salam. İndi yenə qeyd etdiyimiz kimi yük ədədləri qorunacaq. Yüklər hardadır? Bax, Z-dərdir. Bunları bildirmiş olacaqdır. Başlayaq. Bu 1, üzərinə gəlinsin Z. Artıq ox qoyanda bunun bərabərlikdir. Buradakı fikir verirsəniz 2-ni, bax bu 2-yə vuracaq. Əmsal olaraq bu 2-yə vuracaq. Bu da elədi 4. Onda Z də bərabərdir. 4-dən də 1-in çıxanda bu gəldi elədi 3. Demək bizim buradakı Z-imiz 3-dür. Bu məlum. Digər yandan da indi kütlə ədədinə baxıram. Kütlə ədədləri də yuxarıda olanlardır. Deməkdir, bax bunlardır. Davam edək indi isə. Burada 2-sinin də, belə. Demək nə olacaq indi? 1, üzərinə gəlinsin A. Və ox qoyuldusa bərabərlikdir. Buradan da 4 olanın əmsalı 2-dir. Onda bunu da 2-ni 4-ə vuracaq, elədi 8-i və A kütlə ədədimiz isə 8-dən 1-in çıxdı, bu da elədi 7. İndi bunu da yerinə buradan 7 qoyduq. İndi həmin o naməlum axtarış artıq tapıldı. Oldu 3, 7. Həmin bu 3, 7 də hansıdır? Litium olacaqdır. Xoş qədəm litiumu tapmış oldum. 11-ci sualımıza baxalım. Bunları da silirəm geçsin. Bu sualımızda bir cins maqnit sahəsinə yerləşdirilmiş Wilson kamerasına yüklü zərrəcin izi MN göstərici verilmişdir. Bu bizim MN göstərimizdir və bu hansı zərrəcik olacaqdır? Aha. Ümumiyyətlə Wilson kamerası bildik ki, nədir? Yüklü zərrəcikləri müəyyən edir, qeyd edir. Yaxşı, gəlin belə götürək. Bizim verilən sahə gördüyümüz kimi nöqtədir. Nöqtə olanda ovucun sol əli götürülür. Yüklü zərrəciklər danışında Lorentz qüvvə ilk ağlımıza gəlməlidir. Çünki Lorentz qüvvə sol əl qaydasına təyin olunacaqdır. Bir də amper qüvvəsi sol əl qaydasına təyin olunur. Qalanlar sağ ələ görədir. Deməli, burada biz verilən nöqtədirsə, ovucun içi şəklə girəcək. Sol əlimizə götürürük. 4 barmağımız burada sürətin istiqamətini bildirir. Burada sürətin istiqamətinə fikir verin. Bax, V qoyubdur. O bizim sürətimizdir. İndi mən gətirəm buradan 4 barmağımı yerləşdirəm. 1, 2, 3, 4 və hara getdi mən baş barmağım gördüyümüz kimi sağa. Amma bu izimiz bizim bura doğrudur, sola doğrudur. Belə olanda bizim bu tapdığımız versiyaları, demək ki, bu ilk öncəki versiyamız müsbət yüklü zərrəcikdir. Əl dəyişilmirsə bu müsbət yüklü zərrəcikdir. Ancaq əl dəyişiləndə bu artıq çönür olur mənfi yüklü zərrəcik. Deməli, indi mən əlimi 180 dərəcə bu yana çevirirəm. Bizim 4 barmağımız belə və baş barmağımız ucu bu şəkildə gedəcəkdir. Artıq biz buna deyəcək ki, biraz buradan əli pis çəkdim. Nəyə çəkim əlimi baxaraq çəkim 1, 2, 3, 4 və bu da bizim baş barmaqdır. Aha. Deyəcəm ki, artıq mənim Lorentz qüvvəm üfüqü sola doğru gedir. 4 barmağımız da sürət istiqamətinə getmiş olacaq. Bu deməli, əgər əlimiz olduğundan dəyişilirsə, bu mənfi yüklü zərrəcik olacaqdır. Bir dənə də mənfi yüklü zərrəciyimiz burada elektrondur və cavab burada B variantına gedəcək. Bax, proton nədən ibarətdir? Proton 1-1-dir və yaxud da protonu H1-1 də yazılır. Neutron 0-1-dir. Burada hərəkət trayektoriya olmayacaq, çünki hərəkət yoxdur. Pozitron isə elektronun əksidir, yəni müsbət bir sıfırdır.
Alfa zərəci də helium 2, 4-dür. Bax, bunlar hamısı bu yana doğru gedir, müsbətlərə doğru getdi. Amma mənfi isə bunu tapdığımızın tam əksi olacaq. Yəni, 11-ci sualımızın cavabı burada nəyə getdi? Elektrona gedəcəkdir. Aha, baxaq indi 12-ci sualımıza. 12-də radioaktiv X nüvəsindən 2 ardıcıl çevrilmədən Y nüvəsinin alınan sxem göstərilir. Bu zaman hansı zərərçilər buradan ötürülmüş olacaqdır? Deməli, X zərərcinə baxıram. X zərərcinin öncə gəlmə trayektoriyası, gəlmə hissəsinə baxıram, X nədir? Deməli, X nəyə, hardan, hara kimi gəlibdir? Və sən buradan üfüqi xəttinə fokuslan. Üfüqi xəttin A-dır. Buradan deyək ki, bilmirəm hansısa bir elementdir və amma baxaq da nəyi müəyyən edə bilərik? Yaxşı, indi X-in başına bir ştrix atıram, yəni bunun çevrilmiş halına baxıram da buradan. Deməli, bunu istəyirsən ən yaxşısı proyeksiya ayır, daha rahat gör. Bunun bir proyeksiyasını belə ayırdım, digərinə bax belə ayırdım. Bu üfüqi xətti gətir bura yerləşdir. Üfüqi xətti bura yerləşdirdikmi? Onda gör bu hardan haradır? Çıxıb 232-dən gəlir 228-ə. A-sı bunu nə elədi? 232-dən 228-ə çıxıb 4 elədi. A-nın yerinə gətirəm, buradan 4 qoyuram. Axı A-lar burada yerləşir. Və indi isə mən bu biri tərəfə fokuslanıram. Bax, bu yaşıl hissəmiz də bax, bu aralığa düşəcəkdir. Burada bunu da köçürdürəm bura. O da nə edir? 90-dan 88-in çıxıram. Yəni, onun da zeti gəldi, elədi 2. Deməli, bu X dediyimiz var ki, 4-dən 2-yə gəldi. 4 ilə 2 aralığıdır. Bu nə olacaqdır? Bu da o zaman helium olacaq. Çünki helium nədən ibarətdir? 2, 4 nüvədən ibarətdir. Deməli, bu 2, 4 tapdığım mənim alfamdır. 1 alfa oldu. Bunun da cavabı 1 alfadır. Yaxşı, indi Y-a baxıram. Gəldi Y-a. Buraları onu təmiz silirəm. Y hardan hara kimi gəldi? Y də bax buradan bura qədər gəldi. İndi siz görməzdən gəlin. Siz X-ə fikir verməyin. Artıq X-i biz həll etmişik. Y nə edir? Buraya fikir versən, bunu artıq proyeksiya falan ayırmağa ehtiyac yoxdur. Bu mənim A kütlə ədədimdir. Bu xəttimi tam bura köçürsən, bunun elə bil ki, həm əvvəli, həm sonu üst-üstə düşür. Ona görə bax, mənim bu Y elementim çevrilməsi nədir? Elə Elə bil ki, eyni şeydən eyni şey çıxırsan. Yəni 228-dən 228-ə çıxırsan. Yəni 0 elədir bu. Bu 0 ondan A'dır. A da yuxarı yazılır. Yəni, bax, bizim buradakı A'mız 0-dır. Və Z-ə baxıram, indi isə buranı silirəm. İndi Z-ə baxıramsa, Z-imiz hansı xəttədir? Bax, bu xəttədir. Z-ə fikir ver, Z bu xəttədir. Aha, onda bu belədirsə, bu da buradan bura gəldi. Hardan hara gəldi? 88-dən 89-a gəldi. Yəni, başladığı yerdən sonra çıxsın. 88-dən 89-un çıxanda, onda bunun Z-i də neynədir? Mənfi 1 gəlib olacaqdır. Bax, bu tapdığımız nədir? Y0 və Z mənfidir. Bu da elektron eləyirmi? Elektron mənfi 1 sıfırdan ibarətdir. Demək ki, onda bu da bir alfadan ibarət. Bir alfa və bir beta daha doğrusu. Bu isə elektron. Elektron da betanın elə bir mənfisidir də. Bax, bundan ibarət olaraq 12 D variantına gedəcəkdir. 13-cü sual. Atomun enerji səviyyələri diaqramda fotonların şüalanmasına uyğun göstərilmişdir. Fotonların enerjiləri arasında hansı münasibətin doğru olmuş olacaqdır? Biz demişdik ki, enerji də böyük olmaq üçünsə bunun ən uzun xəttini götürəcəyik. Dalğa uzunluq isə ən qısa xətti ilə böyük olmuş olacaqdır. Nə əsasən Y bərabərdir H nüyüdür. Nüyünün də yerinə S bölünsün lambda qoyuram. Görürəm ki, oradan enerji dalğa uzunluğu tərs asılır. Yəni enerji böyük olmalıdır. Enerjinin böyük olması üçün xəttim də ən uzun olandır. Buna 2-dir. Bunu mövzu izahında qeyd etmişəm. İndi sizi yorub uzun-uzadı danışmaq istəmirəm. İkinci enerjin böyükdür birincidən və o da böyükdür üçüncüdən. 2 böyük 1 və o da böyük 3. Bu da C variantına gedəcəkdir. Həmçinin demişdim ki, enerji, tezlik bunlar həmişə düz asıdır. Yəni tezliyi enerjiylə münasibət tapdınsa, hətta impulsa da eyni şəkildə gedəcək. Yəni P2 böyük, P1 böyük, P3, N2 böyük, N1, N böyük, N3. Amma dalğa uzunluğu bunların əksi olacaqdır. 14-cü sualımız. Qaz atomunun 3 enerji səviyyələri verilmişdir. Deməli, 1 səviyyə, 2 səviyyə, 3 səviyyə verilmişdir. Üçüncü enerji səviyyəsi olan atomun şüalandıra biləcək foton enerjisi nəyə bərabər olmuş olacaqdır? Aha. Bax, üçüncü enerji səviyyəsindən söhbət gedir. Üçüncü enerji səviyyə. Deməli, mən ancaq bura fokuslanıram. Deyir ki, şüalandıra bilər. Şüalandırma nədir? Xətlər üzü aşağı idi. Ya bunu şüalandıra bilər, ya da ki, bax, ya bunu şüalandıra bilər, ya da bunu da. İndi bunların hamısını soruşur bizdən. Konkret demir, 3-dən 2-yə düşsün, 3-dən 1-ə. Yəni, düşmə aralıqları haradır onun. Şüalanmaların da xətti aşağıdır. İndi bunu biz nə cür şəkildə tapırıq?
Bax, bu xəttə fikir verir. Hardan hara gəlir? 3-10-dakıdan 1-10-8-ə gəlir. Orada mənfiləri ümumiyyətlə nəzərə almayın. Bax, bir şüalamalar hansı aralıqdır? 3-10-dakıdan 1-10-8-in çıxırın. Bir şüa yolu budur. Bu da gəldi elədi. Bura 4, burada 1,4 elektron volt. İndi digərinə baxıram. Bunu buradan silək. Mhm. İndi bu aralığa baxıram. Bax, bu aralıq da hara gəldi düşdü. Bura fikir versin. Bax, 1,8-dən 5,5-ə gəldi. İndi digər şüa aralığımızda 3,1 idi də bu. Ondan öncəki 3,2 idi. Hə, belə. İndi isə 3,1 aralığına baxıram. Deməli, 5,5-dən çıxacağım 1,8-2 aradakı fərqi tapın. Bu da gəldi 7, 4-dən də 1 çıxdıq, 3,7 elektron volt cavablarımız 1,4 və 3,7-dir və 14A variantına gedəcəkdir. Hı. Digər suala baxaq. 15-ci sual. Verilən element nədir burada? Kalium, deyir ki, kalsium olarsa nüvə reaksiya çatışma nəzərəki hansı olmuş olacaqdır? Aha. İndi bu nədirsə, mən bilmirəm bunu. Bura bir belə yazaq da X qoyaq axtarışdadır. Burada yenə Z, burada yenə A qoyuram. Yenə qeyd etdiyimiz kimi yük və kütlə də qorunmalıdır. Yəni yüklər burada yerləşib. Sarı olan hissədə yazıram ki 19 üzərinə gəlsin Z, bax bu plusuydu. Sonra çevirmə gedəndə ona bərabərlik qoyuruq. Yəni 20-nin üstünə 1 gəldik. Aha, indi sadələşdirəm. 19 üstə gəlsin Z bərabərdir 21. Oradan da Z-i tapanda 21-dən 19-un çıxanda Z-imiz elədi 2. Yəni, bax, tapdım ki, mənim bu elementim 2-dir. Bunun yerinə 2 yazdım. Yaxşı, indi isə yuxarı hissəyə baxıram. Yuxarıda kütle ədədləridir. İndi kütle ədədlərinə baxacaq. Deməli, 41 üzərinə gəlinsin A. Artıq buradan reaksiya gedir. Ona görə buna bərabərlik qoyuram. Bir də 44-ün də üzərinə 1 gəldim. 44 üstə gəlsin 1. Bu da nə oldu? 41 üzərinə gəlsin A. 44-ün üstünə 1 gəldi. 45. A-nı da tapanda 45-dən 41-in çıxanda bu da nədir? 4. Demək ki, bizim buradakı A-mız da nədir? 4-dür. Bu hansı elementdir? Bu da helium 2,4-dür də. 2,4-dür və oldu Y variantı. 15 olur Y variantı. Sonra 16-cı sual. Bu sualda hansı keçiddə hidrogen atomu ən böyük dalğa uzunluğu görünən işığı şüalandırmış olacaqdır? Şüalar deyirsə bizim xətlərimiz üzü aşağı doğru olacaqdır. Amma onu yadımıza saxlayırıq ki, dalğa uzunluğunun böyük olmağını istəyirsə, ən az, ən kiçik aralığı götürmək lazımdır. Yəni, arada bir fərq olsun. Məsəl üçün, 3-dən 2-yə keçsin. Özü görünən deyir də buradan, görünən şüalar deyir. Yəni, bax, siz gəlin çəkək buradan. Bax, bu cürdür. Bu bizim ən birinci səviyyəmiz. Bu bizim ikinci səviyyə. Buraları silək bir dəqiqə. Və üçüncü enerji səviyyəm, dördüncü enerji səviyyəm. İndi buradan mən bu tərəfə keçid edə bilmərəm. Yalnız bunun üzərində durmalıyım. Şüalar deyirsə aşağı doğru geçir. Bax, bura ola bilər, belə ola bilər. Amma biz dedik ki, dalğa uzunluğumuz lambdamızın böyük olmazsa, onun xətti daha kiçik olacaq. Daha kiçik aralıq da bax budur. Hardan hara gəlib? 3-dən 2-yə. Və bu da oldu 16Y variantı. Çünki bizdən dalğa uzunluğunu soruşdu, böyüyü. Dalğa uzunluğunun böyüyü enerjinin kiçiyi olacaqdır. Yenə qeyd edirəm burada. Enerjinin bərabər idi, H növ idi. Nöwün yerinə isə S bölünsün lambda qoyanda gördüyünüz kimi enerji ilə dalğa uzunluğuna fikir ver. Əgər sən dalğa uzunluğunun böyük olmağını istəyirsənsə, onda sənin enerjin kiçik olacaq. Ona görə ən kiçik enerji aralığımız bax burada onun da Y variant olacaqdır. 18-ci sualımız. Bu sualımızda radioaktiv alfa çevrilməyə məruz qalan atomların nüvəsində hansı dəyişikliyi baş vermiş olacaqdır? Gəlin baxaq buradan. Alfa çevirmə bilirəm ki, helium 2,4 nüvə selindən ibarətdir. Buradan əgərlərin bu hansı bir reaksiya gedirsə, bu müsbət 2 deyilmi? Artıq ondan 2 vahid azalmış olacaqdır da. Yəni kütləsi də 4 vahid azalacaq. Axı bu tərəfə keçdi. Demək, nüvənin kütlələri 4 vahid azalır. Demək, burada 3 doğru olmuş olacaqdır. Daha sonra demək, nüvənin yükədə dəyişməz qalır. Xeyr, dəyişməz qalmır. Axı var yükədə də vardı. 2-dir, azalacaqdır. Əksinə 2 vahid. Ona görə bir uyğunsuzdur və nüvənin 2 neytron itirmiş olacaqdır. Bəli, bu da gəlib doğru olacaqdır. Və 17B variantına gedir. 18-ci sualımız. 8. Preparatdakı alfa radioaktiv nüvələrin başlanğıc sayı 2 10 üstə 13-ə bərabərdir. Zaman 3D fasiləsində preparatı tərk edən alfa hissəcinin ümumi yükünü mikrokronla hesablayın. Yükü soruşursa, Q sualı. Digər yandan burada hansı incələrə fikir vermək lazım?
Başlanğıc sayını verirsiniz bizə. 2 demək n0 bərabər 2 10 üstü müsbət 13-dür. Yine burada diqqətli fikir verək. Deyək ki, preparatdakı radioaktiv nüvələrin başlanğıc sayı bu qədərdir. Preparatı tərk edən, siz bunu nə kimi anlaya bilirsiniz? Preparatı tərk edən, yəni burada hansı bir reaksiya baş verib, parçalanıbdır, tərk edibdir də, çıxıb gedib aradan. Ona görə mən buradakı delta n düsturunu yazıram. Yəni o parçalanmış nüvələrin sayı düsturunu yazıram. Biri var parçalanmamış, parçalanmamış olsaydı bu düsturdur. N bərabər idi. N0 vursun 2'nin üzerinde mənfi eşittir bölünsün böyük tahmin. Ama indi parçalandığına göre delta n bərabərdir. N0 1 minus 2'nin üzerinde mənfi kiçikdir bölünsün böyük t düsturundan istifadə etmiş olacağım. Buradan indi bunlar bura qədər olduğu kimi qalsın. Bunu küçültək belə. Delta n bərabərdir N0. Vörtərizanı açılan 1 minus 2 üstü zamanı nə qədər verib? Zamanı 3t veribdir. Buradan zamanın yerine yazıram. 3t. Düsturun önündə də mənfisi vardı. Olur mənfi 3t. Bir də bölüsün periyoddur. Buradan periyodlar ixtisar olundu. Qaldıq bu cür şəkildə. 2'nin üstündə də mənfi 3. Bu da 2. Elə bil ki 1 bölünsün 2'nin kubu deməkdir. 2'nin də kubu nədir? Bizə 8 verir. Yəni bu 8 deməkdir. Bunu yazıram. Bunu 8 və bunların ortaq məxrəcləri 8 olacaqdır. 8'i 1'e böləndə bura 8 düşəcək. 8'i 8'e böləndə bura 1 düşdü və ortaq məxrəcləri bunların gəldi 8 oldu. Buradan da beləliklə 8'i 1'e vur 8, 1'i 1'e vur 1 və 8'dən də 1'in çıxanda buradan da elək bu da elədi 7. Aha, son ifadəm bax mənim bu şəkildə oldu. İndi isə nə edirəm? Mən buradan delta n tapıram. Delta n bərabərdir. N0 bölü 2 vur 10 üstü müsbət 13 və 8'də 7'dir. Buradan 2 ilə 8 ixtisar getdi, qaldı buradan 7 bölünsün 4. Elə bunu biraz sərgi yazıram. 7 bölünsün 4 vursun 10 üstü 13. Bax, delta n-i mən bu cür şəkildə tapdım, yaxşı. İndi mənə yükü soruşur. Bəs yükün düsturu necədir? Q bərabər idi, n y idi. İndi mən burada hansı n mənə lazım oldu verilən şərtə görə delta n-dirsə, deməli bunun qarşısına delta n qoyuram. Sonra hələ kifayətlənməmişik. Hələ deyək ki, alfa radioaktiv. Alfa radioaktiv nədir? Helium 2-4 nüvəsindən ibarətdir. Bəs yaxşı, burada 2 nəyə bildirir? Yükün sayını bildirir. Ona görə bir dənə bunu vuracağım 2'ye. İndi buna uyğun verilənlərimizi gəlin yazaq. Delta n'imiz nə qədər oldu? 4'də 7, 10 üstü 13'dür. Bunu delta n'in yerine yazıram. Deyib, bax, buradan bunu yerləşdirirəm. Olur 4'də 7 vur 10 üstü müsbət 13. Elementar yük bizə nə qədər verilibdir? 1.6 vur 10 üstü mənfi 19'dur. Bunu yazıram. 1.6 vur 10 üstü mənfi 19. Bir də sayı vurulsun 2. Buraları da silirəm. Daha bu tərəflər bizə lazım olmayacaqdır. Və sadələşdirək buradan. Deməli, bu 4'ü 1.6'ya böləndə bu elədir 0.4 və 0.4'ü 2'ye vuranda bu da elədir 0.8 ilə buradan birbaşa gəlsə bu 0.8 ilədir. Aha. Sonra 7'ni də 0.8'e vuranda bu da gəldi oldu 5,6 qaldı. İndi bunları hesablamaq onluqlara 10 üstü müsbət 13'ü 10 üstü mənfi 19'a vuranda bu da elədir 10 üstü mənfi 6. Bu da deyir mənə cavab mikrokulon verir. Yəni 10 üstü mənfi 6 mikrokulon deməkdir. Amma 10 üstü mənfi 6'nı götürən mikrokulonla əvəz edirəm. Cavablarımız oldu. Cavabımız oldu daha doğrusu 5.6 mikrokulon. 19-cu sual. Baxaq buna. Qamma şüaları üçün hansı ifadələr doğru olmuş olur? Qamma şüalar bilirik ki, nə yükü var, nə də kütlədə də var, sıfırdır. Yəni elektromaqnit dalğa olacaqdır ona əsasən. Müsbət yüklü tərəfdə xeyr, xanım, mən burada yük falan görməm, axı yükü sıfırdır. Ona görə bu olmayacaq. Maqnit sahəsinə meyl edir. Yüklü zərərçilər maqnit sahəsinə meyl edir, yüksüzlər isə maqnit sahəsinə meyl etməyəcək. Bu da görür yükü yoxdur, sıfırdır. Ona görə meyl etməyəcəkdir. Yəni belə müəyyən hissə dönməyəcəkdir. Yəni düz çıxıb gedəcəkdir, yüksüz olduğu üçün 4'də. Maqnit sahəsinə meyl etmir. Bəli, bu doğrudur. Elektrik yükünə malikliyi gördüyüm kimi də yoxdur. Elektrik yükü sıfırdır. Demək bu da doğrudur. Elektrik sahəsinə meyl edir. Xeyr, meyl etmir. Olur cavablar nə? 1, 4 və 5'dən ibarətdir. 20-ci sualımıza baxaq. Uyğunluğu müəyyən etməliyik. Uran izotopunun verilibdir və nə tapacağım? Aha. Mən gəl buradan yazıram. Uran 92, 238. Biz bilirik ki, bax, bu hissə bizim zetimiz, yəni yük ədədimizdir. Bura isə bizim kütlə ədədimizdir. Digər yanında biz neytronların sayını tapsaq, neytron bərabərdir. A-dan Z-i çıxıram. A kütlə ədədi, Z proton sayıdır. Yəni 238'dən 92'ni çıxıram. Elədi 6, 4 və 146. Şimdi başda yerləşdirməyə.
Kütlə ədədini deyir. Kütlə ədədimiz nə qədərdir? Görürəm 238-dir. Hani 238? Deməli budur da. Onda bu oldu birinci sualın cavabı. Bura A getdi. Sonra protonların sayı Z'dir. Z'in 92'dir. 92 olan cevabımızı götürürəm. Buraya getdi B. Digər yanında da neytronların sayı. Neytronların da sayını tapdım. 146 tapdım. 146 olan cevabımızı götürürəm. Burada getdi C. A, B, C'dən ibarət oldu. Beləliklə suallarımızın sonuna gəlib çatdıq. Sağ olun. Allah'a